Aha Türkan, bu günləri deməli sual əvəzliklərini keçirəm sənə. Ümumiyyətlə keçən dərsimizdə sual əvəzlikləri haqqında, ümumiyyətlə mənaları haqqında sənə məlumat vermişdim. Bu dərsdə test üzərindən praktik şəkildə işləyək. Ümumiyyətlə baxaq görək sual cümlələri nədir, harda istifadə olunur. Ümumiyyətlə çox abituriyent qarışdırır, sual cümlələrini hamı tərcüməyə baxır. Amma bəzi tələbələr var ki, tərcümə edə bilmir. Gərək onlara qayda lazım olsun. İndi həmən qaydaları mən sənə çəkib atmışam. 8 dənə qayda olmalıdır. Həmən qayda ilə əlin altında olsun. Mən burada izah elədikcə bir-bir lap başdan gedək. Sənə də aydın şəkildə tərcümənin daha doğrusu izahı verim. Birinci nə yazmışam? Yazmışam ki, cümlənin sonunda söz önü verilibsə, ya what ya da who. Nə demişdim? What nə sualına cavab verir? Who da kim sualına cavab verir? What ümumiyyətlə cansız varlıqlarla istifadə olunur. Əgər insanın sənətini, peşəsini, vəzifəsini bildirəndə canlılar da aid ola bilir. Gəl baxaq, nəyə demişəm? Cümlənin sonunda əgər who söz önü varsa, ya who ya da what veriləcək. Gəl baxaq elə birinci 8-ci tapşırığımıza. Cümlənin sonunda nə verilib? Ümumiyyətlə bizim söz önlərimiz hansıları idi? In, on, at, for, with və s. Bəli, bir də to var idi. Eynən cümləmizin sonunda for verilibsə, deməli nə yazmışam? Ya what olacaq, ya da ki who olacaq. Ay, sağ ol, cavab A variantı. Baxaq elə 9-cu suala. Nə verilib cümlənin sonunda? 9-cu sual bir cümlədir. To. Ay, sağ ol. Onu da Yahoo ya da what işlənməlidir. 1-3. Ay, sağ ol, cavab Y variantı. Bax, bu belə. Aha. İndi baxaq, ikinci qaydamız nədir? Nöqtədən əvvəl söz önü verilibsə, whom sözünün, daha doğrusu sual əvəzliyindən istifadə olunacaq. Elə 46-cı tapşırığımıza baxaq. Nə verilib nöqtələrdən əvvəl? From sözünüzüdür. Buna görə də bu işlənəcək B variantı. Bəli, B variantı. Qoy baxım, elə 10-cu tapşırığına baxaq. Nöqtələrdən əvvəl nə verilib? To sözünün verilir. Buna görə yenə whom olacaq C variantı. Ay, sağ ol. Bu da belə. İndi keçək digər deməli qaydamıza. Nə yazmışam? Nöqtələrdən sonra of gəlsə, nöqtələrdən dərhal sonra of gəlsə, mənim sual əvəzliyim which olacaq. Elə 9-cu suala baxaq. Nöqtələrdən əvvəl nə gəlib? Sonra daha doğrusu. Nöqtələrdən sonra 9-da nöqtələrdən sonra of verdi. Ay, sağ ol. Nə olacaq cavabı? Yəni which olacaq. Eynən, D variantı. Ay, sağ ol. İndi sonra baxaq. Hələ ki burada yoxdur. Yaxşı, gəl o birisinə baxaq. Ümumiyyətlə nə demişəm? Nöqtələrdən sonra isim gəlsə, which, whose ya da what. Ümumiyyətlə which, whose ya da what özündən sonra isim tələb eləyir. Yəni bu da belə qalsın. Okay. Elə gəl baxaq 7-ci tapşırığa. Nöqtələrdən sonra nə gəlib? Tim. 7-ci tapşırıqda nöqtələrdən sonra tim verilir. Tim də isim olduğu üçün. Ya what, ya whose ya da which-dən istifadə edəcəm. Baxıram, whose da var, which da var. Cavab 2-4, B variantı. Başa düşdün burasını da? Ay, sağ ol. Bu da belə. Keçək sonra deməli 6-cı tapşırığımıza, daha doğrusu qrammatikamıza. Aha, deməli, yəni yazmışam? Yazmışam ki, sual cümləsində əgər seçim, yəni or varsa, which-dən istifadə olunacaq. Yəli haldadırsa, whose-dan istifadə olunacaq. Baxaq, indi mən sənə tapım elə bir tapşırıq ki, bizim, deyilə burada. Bax, 15-ci tapşırığı görürsən. Ay, sağ, 15-ci tapşırığımıza baxaq. Deməli, bax, görürsən, cümləmizdə or var. Deyir ki, choose, do you prefer? Hansı içkiyə üstünlük verirsən? Orange choose, yoxsa apple choose, yəni alma şirəsi, yoxsa portağal şirəsi. Görürsən, seçim verib bizə. Elə or seçimdir. Türkan, or seçimdir. Əgər mənim seçim tipli sualım varsa, mütləq və mütləq mən orada which-dən istifadə edəcəm. Cavab Y variantı. Məsələn, indi 16-nın özünü işlə. 16-da bizdə yenə or verilir. İtalyan dili, yoxsa fransız dili. Burada yenə which veriləcək. Eynən. 17-ni də işlə görüm. 17-ci sualda yenə or verilir. Təsvir incəsənət və musiqi. Bunun üçün yenə which işlənəcək. Ay, sağ ol. Bu da belə. Başa düşdün?
19'a Bəli. bax. Nə demişdim 19'u keçən? Cümlədən sonra nə gəlib? Nöqtələrdən sonra. Of verilir. Hansı olmalıydı? Was. Whose yoxsa which? Yox, was. Which. Cümlədən sonra of varsa which. Evet. Aysa, which veriləcək. Aysa, bu da belə. Əgər cümlədə bax, Türkçəndə bunlar varsa yazdıqlarım, gözlə. Sənə atmışam, sadəcə göstərim, mən də yazım göstərim. Problem. Aysa, problem. Sonra neydi? Hə, wrong. Wrong, sonra var idi. Hə, bir də əsas happen. Happen varsa, deməli bunlardan sonra mütləq və mütləq what istifadə olunacaq. Yaxşı. Yəni bunları harda gördüm? Bil ki, bunlardan sonra what istifadə olunacaq. Yaxşı. Bax, məsələn, 4-cüyə happened yazılıb. Cümlədə nə olacaq bizim cavabımız? Cavab verin. B variantı what. Ay, sağ bu qədər.